Bugün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib. Doğru Xəbər Azərbaycan bildirir ki, bununla bağlı Kontaktomun sosial şəbəkə hesabında məlumat paylaşılıb. Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki bütün insanlar salamatdır. Operativ müdaxiləyə görə təcili yardım və yanğın söndürmə xidmətlərinə təşəkkür edirik. Mövcud vəziyyətlə əlaqədar olaraq bəzi sifarişlərin çatdırılmasında qısa müddətli gecikmələr yaşana bilər. Bununla bağlı müştərilərimizlə birbaşa əlaqə saxlanılacaq. Vəziyyət aydınlaşdıqca yeni məlumatları paylaşacağıq. Səbrinizə və etimadınıza görə minnətdarıq deyə paylaşımda bildirilib. Hadisə ilə bağlı bir marketdə məlumat yayıb. Elektron ticarət platformasının tətbiqində müştərilərə bildiriş göndərilərək yanğın zamanı onlara məxsus ambarada zərər dəydiyi, bu səbəbdən sifariş və çatdırmalarda gecikmələrin ola biləcəyi qeyd olunub. Xatırladaq ki, bugün Qaradağın Lökbatan qəsəbəsində yerləşən ambarda güclü yanğın hadisəsi baş verib.